Mahnı yazmaq mənim üçün ən asan prosesdir. Mən mahnı yazanda çətinlik çəkəcəmsə, onu niyə yazıram? O vaxtda da zəif mahnılar da yazılıb və bu gün hərdən bir o retro dalğalarında eşidəndə mən düşünürəm ki, bunlar da elə bayaq mahnılardır. Sadəcə 50 il bundan əvvəl yazılıb. Bəstəkarlar var ki, tutalım titulları da olub və s. olub, amma onların mahnıları çox zəifdir mənim fikrimcə. Ümumiyyətlə mahnı da deyirlər. Baxmayaraq ki, olan bəzilərini bu günləri çıxarıb belə Karifi ağsaqqal musiqiçilər kimi təqdim eləyirlər. Əfsanələr elə bu musiqini, bu mahnı janrını bu vəziyyətə gətirib çıxartdılar da. İndi bunları əfsanə niyə deyirsiniz? Mən heç vaxt deyə bilmərəm ki, bugünkü müğənnilər dünənkilərdən zəifdir. Azərbaycanda yaxşı mahnı yazmaq çətindir bu dəqiqə, yoxsa o mahnıya uyğun düzgün ifadə tapmaq çətindir? Birincisi onu deyim ki, bəzi ifaçılar çıxır deyir ki, pis mahnı yoxdur, pis ifaçı var. Bu çox yanlış fikirdir, çünki pis mahnı çoxdur. Və yaxşı mahnını yazmaq bir çətinlik deyəndə ki, bilirsiniz necədir? Əslində mən mahnı yazanda çətinlik çəkəcəmsə, onu niyə yazıram? Mən mahnı bir sənin mənəviyyatının, daxili bir qabiliyyətinin təsdiqidir. Ya sən onu məcburi eləyirsən, əziyyətlə, çətinliklərdən keçirsənsə, yox, mahnı yazmaq mənim üçün ən asan prosesdir, amma sonrakı mərhələlər çətindir. İş prosesi. Birincisi mən çox gec müğənni tapıram. Mahnımın müğənnisini çox gec tapıram. Yəqin ki, sizin bir qadağalarınız, bir rayderiniz vardı, yəni mahnının musiqi sənətçisi tapmaq üçün. Hansı seçimlər mərhələsində keçir ki, bu ifaçı sonunda Aygün Səmazada bu insana layiq görür? Mənə, yəni sənətimə, musiqimə, prinsiplərimə tam uyğun olmalıdır. Gəlin, reallıq var ki, 20 ildir, 10 ildir oxuyan ifaçılar var ki, istəyirlər ki, heç olmasa bir dəfə də olsun Aygün Səməzadə bəstəsini ifa etsinlər. Bax, həmin insanlar, təbii ki, bilirəm, siz musiqilərinizi hər adama vermirsiniz. Elə insanlar var ki, onlara uyğun görmürsünüz. Elə insanlar var deyirsiniz ki, yoxdur, bu mənim musiqimin haqqını verə bilməzlər. İmtina elədiyiniz adamlar olubmu? Əlbəttə. Bəs onlara... Yox deməyə bacarıram. Yəni, əlbəttə. Onlara birbaşa, yoxsa nəsə bir nüans, əsas gətirirsiniz ki, bu hansı əsaslara görə deyirsiniz? Yox o. Mən deyirəm ki, hansı əsaslara görə siz mənim mahnımı oxumaq istəyirsiniz? Sadəcə bu ola bilər və yaxud elə birbaşa yox deyirəm. İnciyirlər bir olanda görürsünüz. Mən özümün sonradan daxilən əziyyət çəkməyim, inciməyim o daha vacibdir mənim üçün. Yəni mahnının haqqını verməyəndən sonra siz... Bəli, mahnının haqqı verilməyəndə onda sən əziyyət çəkirsən. Bir mahnının yaranması üçün neçə vaxt keçər ki? Bəziləri var yarım saat, bəziləri var bir gün, bəziləri aylarla. Sizdə nə qədər olur? Bilmirəm, ani. Mahnı yaranır və yaxud elə ola bilir ki, tam yazmısan, sonradan sən onu daha da mükəmməlləşdirmək istəyirsən və nəyisə əlavə edirsən, nəyisə hətta aranjman prosesində, hətta səs yazma prosesində nəsə əlavə edə bilərsən. Bu artıq mən düşünürəm ki, mənim kimi insanların çox məsuliyyətli olmasına irəli gəlir. Fikirləşmirəm ki, hə, yazdım, verdim, mahnını oxudu, getdi. Düşünürəm ki, daha da gözəl ola bilər və s. Belə, yəni müddəti fərqli olur. Aygün xanım, reallıq budur ki, 10 il, 15 il bundan əvvəlki mahnılar hələ də gündəmdə qalır, hələ də dinlənilir. Amma son illər çıxan mahnılar sadəcə bir müddətli olur, bir müddət sonra unudulur. Bu təzə çıxan mahnılar niyə tez unudulur? Mən sizə bir şey deyim. Birincisi, bu mahnıların 10-15 il bundan əvvəl yazılması və ya 50 il bundan qabaq yazılması əsas şərt deyil. Çünki o vaxtda da zəif mahnılar da yazılıb və bugün hərdən bir o retro dalğalarında biz onları eşidəndə mən düşünürəm ki, bunlar da elə bayaq mahnılardır. Sadəcə 50 il bundan əvvəl yazılıb. Və ona görə yəni bunu illə, zamanla ölçmək lazım deyil. Amma bir məsələ də var ki, əvvəllər, yəni mən uşaq olanda, yəni mənim yaşıdlarımın yadına gələr, həftənin hər günü bölünürdü. Yəni bir
telekanal tam var idi. Həftənin hər günündə bir ansamblın konsertini verirdilər efirə. Öz solistləri, indi yadıma ansamblın adını çox yadıma sala bilməyəcəm. Nə bilim Baba Salahovun rəhbərlik etdiyi, Əhməd Bakıxanovun rəhbərlik etdiyi, İslam Ruzayevin ansamblı var idi. Sonra 6-cı günlər yadımdadır ki, Dan Ulduzu ansamblının konsertləri mütləq şəkildə olurdu. Onların öz solistləri var idi, öz mahnıları var idi və mütəmadi olaraq biz bu mahnıları eşidirdik və bu qədər çox ifaçı yox idi, bu qədər çox həvəskar insan yox idi ki, mahnı yazsın və ona görə azlığın içində sən daha yaxşı seçim edirsən və daha yaddaşva mahnılar daha yaxşı həkk olur. Onların içində zəiflər də olub. Mən adlarını çəkməyəcəm, amma elə bəstəkarlar var ki, tutam, titulları da olub və s. olub, amma onların mahnıları çox zəifdir mənim fikrimcə. Ümumiyyətlə mahnı da deyirlər. Amma bugün gətirsən o mahnıları kimsə oxusa, yenə də hardasa yada düşəcək ki, bunu nə bilim bu müğənni oxuyub. Yəni müğənnilərin elə bir ki, repertuarı, müğənnilər o qədər hörmətli idilər ki, həm daxilən, həm zahirən. Onların elə bir ki, repertuarından olan mahnılar kimi mahnılar yadda qalıb. Amma yenə deyirəm ki, zaman əslində heç nəyi dəyişmir, keyfiyyəti dəyişmir zaman. Keyfiyyətsiz mahnı o vaxtda keyfiyyətsiz olub, keyfiyyətsiz müğənni o vaxtda keyfiyyətsiz olub. Baxmayaraq ki, olan bəzilərini bu günləri çıxarıb belə karifə, ağsaqqal musiqiçilər kimi təqdim eləyirlər və mən baxıram ki, hələ axı bunları dinləyən insanların hamısı ölməyib. Yəni biz bilirik bunlar nə oxuyub da vaxtında. İndi mənəm deməklə deyil. Ajin xanım, bir sənətkar kimi baxırsınız da yəqin televiziyalarda, verilişlərdə, tədbirlərdə gənc ifaçılarımızın çıxışları, onların düz içində yaxşılar da var, düzdür. Bəzilərinin var ki, baxırsınız ki, bu nəyisə dəyişsə yaxşı olar da. Gənc ifaçıları görürsünüz də, müraciət olunanlar içərisində. Onları ümumiyyətlə nələri dəyişmələri məsləhət görərdiniz? Mən bir şey deyim, bunu da dəfələrlə təkrar edirəm. Bizim ümumiyyətlə ifaçılar çox istedadlıdırlar. Və bizim gənc ifaçıları köhnə ifaçılarla müqayisə eləsək, əslində müasirlərin ifa texnikasıdır, istedadıdır, heç də geri qalmır. Nəyə görə? Birinci səbəb odur ki, müasir gənclik keçmiş musiqiçilərin səs informasiyasını da özündə toplayıb. Yəni onlar onları dinləyə gəlib formalaşıblar və onların səsində biz 5-6 müğənninin çalarlarını eşidirik. Bu əslində bir tərəfdən yaxşı şeydir. Bir tərəfdən məsələn baxırsan elə müğənnilər var ki, kişi müğənnilər var ki, çoxsu oxumağa başlayanda elə bilirsən ki, qadın başlayacaq oxumağa. Yəni düzgün deyil bu. Kişi tembri, kişi səsi ilə oxumaq başqa şeydir. Bunu da gərək xüsusi dərsini keçsinlər ki, sən biləsən ki, sən qadın müğənnini dinləyirsən yoxsa kişi müğənnini. Bu məsələ var. Bir də mən heç vaxt deyə bilmərəm ki, bugünkü müğənnilər dünənkilərdən zəifdir. Onu deyə bilmərəm. Ola bilsin ki, bu müğənnilərlə o müğənni eyni zamanda, eyni vaxtda yaşasaydılar, orada fərqi görərdik. Amma yenə deyəm, bugünün musiqiçi ifaçıları da, nə bilim, müəyyən alətlərdə ifa edən ifaçıları da çox gözəl ifaçılardır. Sonra müğənnilərdir. Zəiflər əlbəttə ki, var. Zəif, mənasız ifaçılar var. Və bilirsiniz, indi mən bu günləri durub bundan, bugün mart ayında bundan danışmaq mən düzgün deyil. Çünki vaxtında danışmışam. Hətta bu son qadağalardan
bir neçə gün əvvəl də danışmışam. Mən ümumiyyətlə sevmirəm yıxılan baltalamağı. Və demişəm ki, mənim üçün onlar musiqi sənətində deyillər. Mənim üçün onlar bir serial qəhrəmanlardılar. Hətta. Yəni o verilişlər seriallardır. Məsələn, filan aparıcının serialı, filan aparıcının serialı və orada olan personajlar. Santa Barbara-dan yəni ki. Sizin sözünüz bəzən olur, bir ifaçını tez-tez verilişlərdə görürük. Hə, bax o çox pis bir şeydir. Əslində ardıcıl olaraq, yəni onlar da səbəbləri var. Onlar hamısı maliyyə tərəfdən yəni düşünülmüş bir prosesdir. İndi mən onlar haqqında istəmirəm sizinlə danışım, çünki mən o işin içində deyiləm. Ayşə xanım, əvvəllər trend yox idi da. İndi təzə-təzə təbə düşübdü. 3-5 ildir təbə düşüb ki, trenddə. Ümumiyyətlə bir sənətkar kimi bu trendin varlığını bəzən qəbul edənlər də olur, onu inkar edənlər olur. Sizcə ümumiyyətlə trendin qəbul edirsiniz yoxsa inkar edirsiniz? Mən neytralam bu məsələdə. Yəni fikirləşirəm ki, əslində kimsə öz üzərində işləyirsə, öz reklamı üzərində işləyirsə, bunun nəyi pisdir? Yəni biz yaxşı ifaçılar var ki, heç nə eləmirlər, oturublar, oxuyublar, mahnını qoyublar qırağa. Amma bu birilər məsələn vuruşurlar, çalışırlar, o mahnıları trendə salırlar. Yəni özləri üçün çalışırlar da, özünün məşhurluğu üçün çalışır. Bunu hamı eləsə çox maraqlı bir rəqabət olar. Amma ya hamı eləməlidir, ya heç kəs eləməməlidir də. Çünki orada ona görə belə bir böyük bir təzad var, fərq var. Çünki yarısı sakit oturub belə hər şeyi öz axarına buraxıb, digərləri isə orada vuruşur. Ki mən birinci olum, mən nə olum. Ona görə də belə bir fərq əmələ gəlib. Kaş ki o öz üzərində, yəni o Çalışanlar. Bayağı mahnılar üzərində çalışanlar bunları geri də eşərdi. Onlarda olan həvəs, onlarda olan belə səhnədə görsənmək həvəsi və s. bu birlərdə olardı. Amma bir də məsələ var, bu belə bağlı bir, qapalı bir dairədir. Yəni bu istedadlı insanlar da onları görəndə, onların belə qabağa getməsini görəndə həvəsdən düşürlər. Deyirlər ki, əgər qiymət ona verilirsə mən nə oxuyum? Sizin sözünüzün qüvvəti qiymət ona verilirsə deyib, bəzi sənətçilər ifa eləmirlər. Deyir ki, yəni bu mahnılara əgər qiymət verilsə, biz də gedib bu tərzdə mahnıları ifa edirik. Bu düzgündürmü sizcə? Xeyr. O düzgün deyil, çünki hər ifaçı ilk növbədə sənətinə hörmət eləməlidir. Ki onu belə aşağı səviyyəyə salmasın, səsini aşağı səviyyəli mahnılarda göstərməsin. Və ona görə də onlar müəyyən bir yol tapmalıdırlar buna. Çünki artıq zövqlər korlanıb. Hərdən bir baxıram ki, kimdənsə şəkil çəkdirib qoyurlar, deyirlər bizim əfsanəmiz nə bilə falan. Baxırsan ki, bu əfsanələr elə bu musiqini, bu mahnı janrını bu vəziyyətə gətirib çıxartdılar da. İndi bunları əfsanə niyə deyirsiniz ki? Son günlər TikTokda təzə mahnılar dəbə düşüb də, süni intellektlə yaranan mahnılarda. Onlar necədir sizcə? Musiqiyə necə təsir edəcəklər? Bilirsiniz, mən belə o qədər də pis qarşılamıram o məsələləri. Nə barədə? Yəni onu düzəldib bir-birinə yapışdırıb mahnı əmələ gətirirlərsə, bu artıq bu bəstəkarlıq deyil, bu başqa bir məsələdir. Amma bu yaxınlarda bir türk ifaçısının adı yadımdan çıxıb. Heç tanımıram onu, elə süni intellektlə mahnıları çıxır. Onun bir mahnısı qarşıma çıxdı, çox qəşəng idi. Düzdür, hamının ab-havasını hiss edirsən o mahnılarda. O mahnılar necə yaranır ki, bir 20 dənə gözəl mahnının elə bil ki, intonasiyalarını toplayırlar, onun üzərində yaranır da. Yəni indi o necə yaranır, başqa necə yarana bilər? Yəni olan məhsullardan, informasiyadan yaranan yeni bir məhsuldur. Bayağı o mahnıdansa məsələn onun səslənməsi daha maraqlıdır. Ən çox da o yeni il ərəfəsində o "Skажи Снегурочка" o çox qəşəng idi. Bu dəqiqə yaxşı səs önəmlidir, yoxsa yaxşı mahnı önəmlidir sizcə? Yaxşı mahnı yaxşı səs oxumalıdır. Bəli. Heç olur ki, sizi qane eləmir mahnılar ki, ayda kaş bu mahnı bunda olmayaydı. Olub.
Baxır da, yəni sən o mahnını, o müğənniyə nəyə görə verirsən, nəyin müqabilində verirsən. Sənə o səsi lazımdır, yoxsa maddi tərəfdənsən, nəyisə təmin eləyəcək. Ona görə orada müəyyən məsələlər ortaya çıxır ki, sən orada peşmançılığı fərqli tərəflərdə göstərə bilərsən. Siz necə göstərmisiniz peşmançılığınızı? Həmin müğənniləri konsertlərimə çox dəvət eləmirəm. Rəhətlərini cəzalandırırsınız onları. Yəni çalışıram onlarla işləməyim. Əslində düz eləyirsən. Aygün xanım, əvvəllər bədii şura var idi, senzura var idi. Mahnı senzuradan keçirdi. Bəzən onlar senzuradan keçmirdi, qadağalar olub da. İndi son illər onlar yoxdur da. Sizdə onların olması lazımdır, senzuralar? Yox, senzura əslində ümumiyyətlə olmalıdır. Amma bilirsiniz, o senzuranı tərtib eləyən insanların hamısı da belə yüksək akademik zövqə, təhsilə, peşəkarlığa, ürəyə malik olmalıdır. Bəlkə birinin xoşuna gələn o birisinin xoşuna gəlməyə bilər. Və senzura, bədii şura, mən ilk yaradıcılığa başlayanda sonuncu bədii şuraya müraciət edən bəstəkaram. Yəni mən müraciət eləyəndən sonra mənim mahnım bədii şuradan keçdi. Ondan sonra bədii şura haqqında heç bir məlumatım yoxdur. Yəni yox idi o vaxtlar. Azərbaycan televiziyasında bədii şura var idi. Orada çox belə görkəmli bizim musiqiçilərimiz əyləşirdi. Yəni mən gördüyümü deyirəm. Mən mahnımı ilk mahnılarımdan Lalə Məmmədova oxuyan Ömrümüzün ilk sevgisi mahnısı ilə ora getmişdim. Orada Mübariz Tağıyev əyləşmişdi. Sonra Ramiz Mirişli var idi. Səhv etmirəmsə Süleyman Ələsgərov var idi. Yəni bu insanlar var idi və orada mənim mahnım bəyənildi. Hətta yadımdadır, ilk dəfə qonorar olaraq, yəni bədii şuradan keçirilmiş mahnımın qonorarını almışam. Bədii şura yaxşı olar o zaman ki, oradakıların hamısı obyektiv və sənətə xidmət edən insanlardır. Amma məsələn, üz-üzdən utanar prinsipi ilə hərəkət eləsələr, o bədii şura işləməz. Söz düşmüşəm televiziyadan, bu verilişlərdən. Deyirlər ki, tamaşaçının zövqünü göstərdikləri mahnıdan korlayırlar da. Sizcə ümumiyyətlə tamaşaçının zövqü bu televiziyadan formalaşır, yoxsa ümumiyyətlə sosial şəbəkələrdən formalaşır? Fərqi nədir? O verilişlər televiziyada çəkilir və sonra sosial şəbəkələrə paylanır. Düzdür? Bütün o verilişlərin hamısını biz orada görürük. Bəli. Televiziya, yəni elə insanlar var ki, onlar bütün günü televizorları açıqdır evdə və bütün günü bir kanalı qoyub və orada daim o verilişləri izləyir və qulağında o mahnılar məskən salır. Mən hərdən özümə belə məhtəl qalıram. Birdən çox bayağı bir mahnının motivlərini xatırlayıram da. Yəni bu deməli bu insan beyninə çox rahat şəkildə müdaxilə eləyə bilər və təsəvvür eləyin ki, indi məsələn mənim yaşımda olanlar ya belə, yəni müəyyən yaşlı nəsil onu qavrayırsa, təsəvvür edin ki, uşaqlar nə vəziyyətdədir. Uşaq artıq o musiqi ilə formalaşır. Və bilirsiniz, bir dənə maraqlı şey budur ki, bizdə elə Azərbaycan musiqisinin vəziyyəti belədir, Azərbaycan musiqisinin vəziyyəti belədir, danışırlar. Və hamı da düşünür ki, Azərbaycan musiqisi təkcə bu mahnılardan, yəni biraz ciddi mahnılardan və bayaq mahnılardan ibarətdir. Xeyr, Azərbaycan musiqisi böyük bir musiqi irsini özündə birləşdirir və orada opera var, balet var, klassik əsərlər var, romanslar var. Bizdə müəyyən festivallar keçirilir, caz ifaçıları var, digər estrada ifaçıları var və bunların hamısının yüksək səviyyədə olan nümayəndələri və nümunələri var. Sadəcə efirlərdə nə baş verir? Bizdə klassikaya nə vaxt müraciət edirlər? Valla mən hər dəfə baxanda
birdən yəni həmişə belə olub da. Bir də görürsən ki, bütün günü klassik musiqi gedir. Niyə? Hansısa matəm günüdür. Yəni bizdə o qədər bunu əlaqələndiriblər ki, sən ancaq klassik musiqi deyəndə sən ancaq matəm düşünürsən. Elə olmalı deyil axı. Yəni o tutam ki, 2 dənə, 3 dənə, 10 dənə tutam matəm musiqisini matəmə aid eləmək olardı. Qalanlar axı yəni matəm musiqisi deyil və beləliklə və bir də bilirsiniz nə baş verir? Tutam ki, hansısa bir milli qəhrəmanlıq günlərimizdən biridir. Onda Azərbaycanla bağlı mahnılar falan səsləndik. Yada düşdük. Əsas da mən öz mahnılarımla bunu görürəm ki, hansısa bir gündürsə, orada. Bəs bu mahnılar benim ancaq həmən günlər üçündür. Niyə görə bunu var başqa günlərdə vermirsiniz? Sonra yəni bunu yaradanlar, bu şəraiti yaradanlar bu televiziyalardır və aparıcılardır. Aygun xanım, səhnə arxasında nələr baş verir? Tamaşaçı bilmirdi onu. Mənim konsertlərimdə səhnə arxası həmişə çox gözəl olur. Və səhnə arxasında baş verənlər səhnədə baş verənlərdən daha gözəldir. Kaş ki, mən həmişə rejissorlara deyirəm ki, bu səhnənin arxasını biraz çox çəkin də, konsertdə efirə verəndə o maraqlıdır. Yəni bilmirəm, bəlkə mən elə ifaçılarla çalışıram ki, onlar bir-birlərinə qarşı çox mədənidirlər, çox bir-birlərinə hörmət eləyirlər, mənə hörmət eləyirlər. Yəni hər şey yaxşıdır səhnə arxasında, konsertlərdən sonra da hər şey çox gözəl olur. Belə. Səhnə arxasında çətinliklər də az olmaz. Bəli, əlbəttə. Hansı çətinliklər olan çox? Çətinliklər o zaman mən indi Gəncə Dövlət Filarmoniyasında direktoram da bilirsiniz. Orada yəni o səhnə arxası çətinlikləri, yəni biz bir iş fəaliyyətimizdə görürük və bu da siz elə çətinliklər olur ki, sən işləyirsənsə burada sən o çətinlikləri görməlisən, onları həll eləməlisən. Yəni bütün heyət olaraq, yəni kimin boynuna nə vəsə düşürsə, onu həll eləməlidir. Onda yəni dövlət bu qədər işçi ayırır, maliyyələşdirir bu şeyləri. Yəni sən burdan evə çörək pulu aparsansa, sən orada normal şəkildə işləməlisən ki, konsertlər gözəl keçsin. Yəni heç bir problem olmasın. Amma çətinliklər olur. Soyuq ola bilər, o səhnə arxasında çox bəlkə soyuq ola bilər və sən səhnəyə çıxmalısan başqa cür. Nəsə bir hansısa ifaçı oradan gecikə bilər. Yenə də sən o əsəbini göstərməməlisən. Olur bizdə. İfaçı yadına çıxır, oturur otaqda, çağırmırlar və yaxud unudulur. Belə şeylər olur. Aygun xanım, bir belə şayiələr eşitdirdim ki, Aygun bəylərlə aranızda soyuqluq olmaz. Amma mən inanmıram ki, sizin bir soyuqluq olsun. Yox, bizim ümumiyyətlə heç vaxt aramızda deyir o belə su da keçməyib. Aygun bəylərlə biz həmişə çox gözəl münasibətimiz olub. Əsas o söhbət şeydən gəlmişdi. Qeyki konsertdə. Qeyki konsertdə o çıxır yerdən oxuyur. Yəni əgər səhnənin icazəsi olmasa, səhnədə olan icazəsi olmasa, o mikrofon necə qoşula bilər? Necə qoşula bilər ki, ifaçı oradan oxusun, mikrofonla oxuya gəlsin. Bu bir PR idi. O mikrofonu biz ona vermişdik. Aygun bəylər konsertə gəldi. Ondan bir müddət əvvəl müəyyən problemləri var idi və biz onun məşqlərə gəlmədiyinə görə düşündüm ki, konsertdə də olmayacaq və konsert başlamamışdan dedilər ki, Aygun gəldi, bəs saldadır. Mən də dedim ki, onda oradan gəlsin oxuya səhnəyə. Çünki biz artıq başqa bir ifaçıya demişdik ki, tut ağacını sən oxuyacaqsan və deməli ifaçı səhnəyə çıxmamışdan qabaq, mən onu əvvəlcədən belə həyəcanlandırmaq istəmədim. Səhnəyə çıxmamışdan qabaq dedim ki, Aygun bəylər ikinci kupletdən başlayacaq sənlə oxumağa. O da belə dayanmışdı, belə biraz həyəcanlanmışdı, amma çox gözəl oldu və məncə konsertin ən gözəl bir səhnəsi idi və təsəvvür edin ki, bu insanlara mən hərdən məhtəl qalıram ki, bu gözəlliyi necə bir belə problematik belə bir şeyə çevirdilər də. Yəni əslində onu gözəllik kimi hər yerə yaysaydılar,
təqdim eləsəydi o daha gözəl olardı. Amma bunlar götürdülər, yaxşı bir şeyi tərs çevirib paylaşdılar. Ki, yəni ki, mən həmişə də deyirəm ki, Azərbaycan musiqisində Aygünü mənim qədər bəlkə istəyən ikinci musiqiçi ola bilməz. Çünki biz bir-birimiz üçün bir necə deyim, bir tanınma bir məfhumu yox. Mənim mahnımla o tanınıb, onun oxuması ilə mən tanınmışam. Yəni ona görə, yəni bizim bir-birimizi istədiyimiz qədər bizi heç kəs istəyə bilməz. Ona mən insanların həmişə bu tərəfinə bax. Yəni baxır hansı gözlə sən bir hadisəyə baxırsan, sən onu yaxşı tərəfdən bax ki, aynə. Çünki o qədər maraqlı bir hadisə idi ki, mən indiyə qədər o kadrlara baxanda belə tüklərim biz olur. Yəni fikirləşirəm ki, o necə də gözəl oldu. Yəni necə gözəl düşündük biz onu. Mahnılar bəstəkarın övladı kimidir. Ayrı seçki qısalmır və elə mahnı olur ki, elə musiqi olur ki, o sizin üçün bir özəl olur da. Bu musiqilərdə, bu illər ərzində yazılan musiqilər içərisində ən belə sizin özəl, ən çox sevdiyiniz. Məsələn, mən deyəndə ki, tutan məktəb illəri və tut ağacı, ay bu iki mahnı, mən indiki zamanda bu mənə o qədər də xoş gəlmir nə barədə. Fikirləşirəm ki, mən artıq deməli 96-cı ildə, 95-də ilk mahnım çıxıb. Nə qədər oldu? 30 il. 30 il mən yazıram və siz əgər məni bu iki mahnı ilə tanıyırsınızsa, bu mənim üçün artıq gözəl bir şey deyil. Mənim gecikmiş etirafım var. Mənim eşq yağışım var. Sonra səni gizlətmək çətin son bu duet ilkindən Zabitənin oxuduğu duet. Sonra nə bilim yarpaqlar titrəsə, çox yəni mahnılarım var. Elə mahnılarım da var ki, ifaçı onun haqqını versə belə, tamaşaçı hələ onun haqqını verməyib. Mən daha belə zövqlü tamaşaçı istəyirəm, arzulayıram. Yəni ki, var, onların sayının çox olmasını istəyirəm ki, o bir mahnılarımı da sevsinlər. Çox adlarını heç olmasa bir 20 dənə mahnımın adını desinlər. Oxuyanda mahnılar ifa olunanda deyirlər ki, bu da sizindir, bu da sizindir, bu da sizindir. Və yaxud bir də görürsən adamdan soruşurlar ki, niyə axır vaxtlar heç nə yazmırsınız? Bəs mən Əhməd Cavadın şeiriyyatına bu axır son illərdə böyük bir belə necə deyim, silsilə əsərlər yazmışam. Yəni belə müharibə dövründə vətənpərvər ruhlu çox maraqlı əsərlər yazmışam. Çox sağ olun gəldiyinizə görə Aygün xanım. Siz də sağ olun. Tələm-tələsiz, amma çox maraqlı oldu. Təşəkkür edirəm gəldiyinizə.